bu ölülərin xatirəsində şəhid olmuş qardaşlarımızın xatirəsində bir də gəlsin, başını yad edir. Söz verir, olmasını sadece işler, akademik alanlarına kazanılıyor. Aziz evliler, erdelerler, döşler, rakımlar, yapmalarına da kentlerinde görülen soydaşlarımızı hamısı salamlayla, can sağlarıyla bizi bugün Gəldər, yeni sabah qədər Azərbaycanın ən yüksəkdə duran bayramıdır. Çünki bu bayram Azərbaycanın müstəqillik və söylediğini təmin edən bayramıdır. Bu baxımdan sağ olun, hamıza minnətdarım. Bizim vətəndaşlıq korkumuz burada bayramımızı qeyd edir. Çünki hal-hazırda dünyanın gözü Azərbaycandadır. Həm dostlarımızın, həm düşmənlərimizin gözü Azərbaycandadır. Ona görə bayramı oradan yüksək səviyyədə qeyd etməliyik. Sabah hamımız bilirik ki, sabah bir parad gözlənilir. Həmin paradda mən gördüm. Pakistanın müəyyən Pakistandan da burada dəstək gələcək ki, orada paradla keçəcək. Erdoğan'ın sabah gəlmək Pakistan Üç Naziri Şərif, Cənab Şərif Azərbaycana gəlib həmin bayramda paradda iştirak etməyi bizim üçün böyük xəbərdir. Çünki bizim meydanda tək qalmamamızın varlıqdır. Azərbaycan gələcəyi üçün çox böyük hadisədir. Hamımız bilirik ki, bayram yəni bu zəfər günü, qələbə günü Azərbaycan tarixində əvəzi olmayan bir gündür bayram. Əgər Azərbaycan tarixinə diqqətlə fikir versək, Azərbaycan tarixində təmiz Azərbaycan dövləti demək olar ki, müstəqil, suveren dövləti həmin 2007-ci ilin 44 günlük müharibəsindən sonra 8 noyabrdan sonra indiyə qədər 200 illik bir düzəltlikdə olan yaranı Cənab Prezidentin Aybaşı Matanımızın rəhbərliyi ilə şəhidlərimizin, döyüşçülərimizin korunmuş gücünü ondan tanıqlar edir. Bu, Azərbaycan tarixində əvəzə olmayan bir hadisədir, bir gün. Əgər diqqətinə fikir versək, nə qədər incə məharətlə işlənilən bir prosesdir. Mən həmişə diqqətinə baxımda görürəm ki, elə bil ki, Azərbaycan daxilində o vaxt iki proses gedirdi. Bir üzdə olan proses, bir görünməyən proses. Lakin 19 ildə Ərdəzə gəlib xeyli orada
deyərim, dövlətçiliyi bəlkə də istəməyən qüvvələr necə məharətlə sıradan çıxarıldı və 20-ci ildə təmiz bir gücünə, təmiz bir qüvvə ilə həmin prosesə başlanıldı. Və bu baxımdan bizim ümumi liderimizin ikinci dəfə dövlətə gəldi, dövlət başına gəldikdən sonra, hakimiyyət başına gəldikdən sonra onun ideyası ilə, onun demək olar ki, görülən işlər bunların hamısı. Çünki ümumi liderimiz ikinci dəfə dövlətə gələndə faktik olaraq Azərbaycan dövləti yoxdur. Hakimiyyət əllərdə idi, uşağın əlində idi. Dəyli Milli Məclisin o vaxtki iclasları, yazdıqları, sigaret çəkən kimi bir təhqir edəyən ki, artıq sözləri deyən ki, bunlar hamısı dövlətçiliyi üçün əngəl olan hadisələrdir. Üzdə görülən hadisələrə baxıb, daxildə gedən prosesləri izləmək mümkün deyil. Aləmdə buna identifikasiya deyilən bəzi demək ki, informasiyaları götürüb o gedən prosesi izləmək məsələsi. Ancaq mən hərdən yadıma düşən doğrudan belə adam dəhşətə gəlir ki, o cür qanun qarşılıqdan sonra necə bu dövlətçilik, necə bu qayda qanun yaranır. Mən çox vaxtda sağlamaq istəməm, çünki burada danışanlar da olacaq. Mən hesab edirəm ki, Ərdərə və Türk icmalarının keçirdiyi bu tədbir çox böyük, qiymətə layiq tədbirdir. Amma ürəkdən təbrik edirəm, can sağlığı arzulayıram, gördükləriniz, bütün ellərimizi təbrik edirəm və uğurlar arzulayıram ki, kimin nə sözü var deyəbilsin. Hamınızı təbrik edirəm. Sağ olun. Söz verirlərdən xanım, Nuri Qadınlar Qolunun rəhbəri. Salam buyuram. Əziz evlilərim, gözəl bu müqəddəs bir gündə bura toplaşdığımız üçün sizin hər birinizə çox sağ olun deyirəm. Bugün həqiqətən bizim üçün, Azərbaycan Respublikası üçün unutulmaz, gözəl bir gündür, müqəddəs bir gündür. Deməli, şəhidlərimiz, ki, hazırda şəhid adı daşıyan əskərlərimiz öz bayraqlarını öpərək vətənin müdafiəsinə qalxdılar və bayrağa bükülərək çoxları öz torpağına təzələn qayıtdılar. Bu şəhidlərimizə Allahdan rəhmət diliyirik. Onlar bizə zəfəri yaşatdılar, amma özləri bu zəfəri yaşaya bilmədilər. Qazilərimizə, şəhidlərimizə, qazilərimizə Allahdan can sağlığı arz edirəm, əskərlərimizə Allahdan can sağlığı arz edirəm. Şəhidlərimizə isə ruhları şad olsun, məkanları cənnət olsun, atalarının, analarının, doğmalarının Allah Taala səbrini versin. Və bir daha bu gözəl, bu müqəddəs gün münasibətilə hər birinizi mən ürəkdən təbrik edirəm. Mən 5 gün öncə Qol-Naftalan Ticarət Sağlamlıq mərkəzindəydim. Oradan tur təşkil edilir. Biz Gəncə Xankəndi və oradan da Şuşaya ziyarətə getdik. İnanırsınız, Xankəndini keçəndə orada dayandıq, orada baxdıq, şəhəri gəzdik. İnsan o qədər qürurlanır, o qədər sevilir, o qədər insanın içində fəxr qürur yaranır ki, bir vaxtlar Şuşadan baxırdıq Xankəndinə, orada həsəd aparırdıq ki, bizim doğma torpağımızda gör kimlər yaşayır. Amma indi Xankəndini gəzdiksə, inanırsınız, qürurdan azam qəhər qururdu. Sonradan Şuşaya qalxdıq. Şuşa hal-hazırda nə qədər gözəl havası, nə gözəl atmosferi var. Baxdıqsan, şəffaf, gözəl, tikinti işləri gedir. Bunlar hamısı bizə, deməli, indiki şəhidlər adlandırılır. Şəhidlərimizin, qazilərimizin, igid əsgərlərimizin sayəsində biz bu xoşbəxtliyə, bu gözəlliyə nail olduq. Bir daha Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, əskərlərimizə can sağlığı və hər birimizə də
bu zəfər münasibəti ilə can sağlığı arzu edirəm. Zəfər gününüz mübarək. Əziz edirəm. Söz verilir Ankara İcmasının sədri Şahid Məmmədoğlu. Hamınızı salamlayırıq, əziyyət çəkib, zəhmət çəkib, mütəbbəyə gəldiyiniz üçün hərinizə öz minnətdarlığınızı və təşəkkür edirik. Yəni, Rişad müəllim bu işlərlə bağlı geniş fikirlərini verdi, biz də qısa olaraq ki, bilməsəyik. Bizim doğulduğumuz Meyru rayonu, o cümlədən onun tərkibində olan kənd sakinləri, istər böyük vətən müharibəsində, istər Azərbaycanda vətən müharibəsində silahı götürərək dövlətimizi, torpaqlarımızı qorumaq üçün əlindən gələnsə gəlməmişdir. 1941-45-ci ildə Əldərə kəndindən təxminən 65 nəfər şəhid olmuşdur. Amma vətən müharibəsində bizim kəndimizdən təxminən mən tam axır çatılmamışam, 60% analiz eləmişəm, 36 nəfər vətən müharibəsində iştirak edib, 2 nəfər itkin düşüb, yəni onların nisbi haqqında məlumatı yoxdur, bir nəfər də şəhid almışdır. Yəni bu vətən müharibəsində şəhid olan şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirik, ruhları şad, məkanları cənnət olsun, qazilərimizə can sağlığı arz edirik, xəstə olanlara Allahdan şəfa diləyirik. Ona görə də hardasa bir, belə deyək, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Heydərov Əliyev cənablarının rəhbərliyi ilə güclü ordumuzun gücü sayəsində qəhrəman qırmaqlarımızın qanı bahası ilə Qarabağ torpaqları yeni zamanda Azərbaycanın itirdiyi 20% torpaqlar yenidən Azərbaycan devlətinin bərpa edir. Yəni bu böyük bir qələbədir. Yəni zaman 30 ilə yaxın təxminən 27-28 il biz xarici vətəndaşlarla istər hava kənala gedəndə özümüzdə bir sıxıntı hissi keçirdik. Yəni biz uduzmuş bir devlət kimi belə deyək, qəhrəmanlıqdan, kişilikdən, rejistran danışmağa haqqımız yoxdur. Şükürlər olsun Allaha ki, biz o günü gördük, yəni 8 noyabr 2020-ci il Azərbaycan devləti, Azərbaycan ordusu son sözünü deməklə öz qələbəsini əldə elədi. Bugün gün münasibəti ilə mən hər bizi təbrik edirəm. Bugün bizim hədəfimiz, yəqin ki, Azərbaycan devlətinin və fikirlərini qeyd edən bütün dünyanın gözü qarşısında Azərbaycan dövləti hədəfi durursa, bizim hədəfimiz isə təbii ki, Zəngəzur məsələsidir. Nə olur ki, yəni bu yol açılacaq, yol açılacaq proseslərin necə gedəcəyini zaman göstərir. Yəni bu arzuda təbii ki, Qərb Azərbaycandan olan, yəni söhbət bizim Meyru rayonundan, onun kəndlərindən gedir, insanlarına gedir, bu baxımdan. Yəni bu böyük bir arzudur, hədəfimiz də olur. İnşallah insanlar zaman gələcəkdir, o yerdə qayıdacaq. Ona görə ki, devlətimizin rəhbərinin qarşıya qoyduğu hədəflərlidir və Azərbaycan qızması da təbii ki, Cənab Prezidentin sənadamı ilə yaradılmışdır. Mən düşünürəm ki, bu Qərb Azərbaycan qızmasının yaradılması Qərb Azərbaycandan olan Qərb Azərbaycanlara Cənab Prezident tərəfindən verilən böyük nimətdir, böyük bir töhfədir, böyük bir dəyərdir. Biz Qərb Azərbaycanlılar da Cənab Prezidentin apardığı siyasətdə uyğun olaraq Qərb Azərbaycan icmasının rəhbərliyi ilə aparılan siyasəti, aparılan addımları alqışlayırıq, dəstəkləyirik və atılan addımlar təbii ki, uğurlar gətirdir, bunlar hamısı göz qabağındadır. Biz əminik ki, Zəngəzur məsələsi də zaman gələcək öz əldə tapacaqdır, insanlarımız öz zəfər gününü doğduğu torpaqlarda qeyd edəcək. Çox sağ olun, təşəkkür ederim. Söz verilir Leyfaz Kənd İcma sədri Zahid Muradova. Zəfər günü münasibəti ilə təbrik elədilər. Mən də bu təbrikləri quşmuram və diqqətli zəfərə gedən yola etmək istəyirəm. Zəfərə gedən yolumuz bizim siyasi iradənin, xalqın və ordunun birliyi nəticəsində baş tutduğu zəfərimiz. İndi zəfərdən sonra biz cəlbədə zəfər çıxartaq.
Qərbi cəhbədə zəfər çaldı, ancaq siyasi cəhbədə hələ də davam edir. Siyasi cəhbədəki qalibiyyətimiz isə güclü ordu, arxasında olan güclü ordu ilə siyasi iradənin və xalqın birliyidir. Bu birliyi saxlaya bilsə, yəqin ki, biz bu cəhbədə qalib çıxacağıq. Bir daha şəhidlərimizin xatirəsinə həmişə əsr durub, bu qələbənin bizə yaşatmaqda şəhidlərimizin böyük qiyməti var. Onlara Allahdan rəhmət, məkanları cənnət olsun, yaxınlarına, valideynlərdən səbir dilərim. Söz verilir şəhid atası Kamil müəllim. Buyurun Kamil müəllim. Əziz ellilərim, hamınızı salamlayıram. Bugün çox qələbəmizin, zəfərimizin 5 illiyini qeyd edirik. Bu qələbə Azərbaycan tarixində qeyd edildiyi kimi ən parlaq bir gündür, ən parlaq bir qələbədir. Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş şəhidlərimizə Allahdan rəhmət edirəm və bir şeyi xatırlamaq istəyirəm ki, biz bu qələbənin, zəfərin tarixi, yəni canlı şahidləriyik. Həmin o zəfər günü, yəni zəfər gecəsi, bütün Azərbaycan xalqı küçələrə axışdılar və o qaranlıq gecəni öz sevincləri ilə işıqlandırdılar. Həmin gecə şəhidlərimizin, qəhrəman şəhidlərimizin ruhu şad oldu, qazilərimizin ürəyi rahat oldu. Neçə illər idi ki, Azərbaycan Respublikasının əraziləri işğalçı erməni tərəfindən işğal edilmişdir. Və bu işğaldan qurtarmaq üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev hücum əmrini verdi və 30 illik həsrəti 44 gündə sona çatdırdı. Mən fürsətdən istifadə edərək bu işğaldan azad olmuş torpaqlarımızın azad olunması üçün əks hücum əmri verən Ali Baş Komandanımızı və 30 illik həsrəti 44 gün ərzində sona çatdıran qəhrəman ordumuzu və o ordunun ətrafında sıx birləşən Azərbaycan xalqını və sizləri ürəkdən təbrik edirəm. Bu qələbə münasibəti, bu qələbə bizim hamımızın qələbəsidir. Çünki Azərbaycan xalqı bir cumhur kimi birləşərək öz Ali Baş Komandanının ətrafında bu qələbəni bizə təmin etdilər. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arz edirəm. Yaşasın ərazi bütövlüyü təmin edilmiş və suverenliyi bərpa edilmiş Azərbaycan Respublikası. Yaşasın bizim bu qələbəmizi həzm edə bilməyən böyük dövlətlər qarşısında və onların rəhbərləri qarşısında şax dayanan Azərbaycan Respublikasının Ali Baş Komandanı. Yaşasın şanlı ordumuz və Azərbaycan xalqı. Bu qələbə münasibəti ilə hamını ürəkdən təbrik edirəm, hamıya can sağlığı arz edirəm. Qələbə bu həmişə bizimlə olsun. Sağ olun. Söz verilir Kemal Hakkı ediyor. Gökçen adını kullandı. Buyurun Kemal Hakkı. Mən bütün mığlı insanlarını, şərtləriniz başda olmaqla hər birinizi bugünkü gündə bizim çağırışımıza cavab verib gəldiyiniz üçün, bu tədbirdə bizim olduğumuza görə əvvəlcə hamınızı salamlayıram və hər birinizə dərin təşəkkürümü bildirirəm. Çıxışıma bu sözlərlə başlamaq istəyirəm ki, bitdi qara təqvimin yasa batan günləri, sözdü qəhrəman oldum 1000 illik düyünləri. 8 noyabr
zəfər tarixinə qızıl hərflərlə yazıldı. Bu qızıl hərflərə qədər bizim təqvimimizdə müəyyən günlərimiz qara, yasa batan günlər kimi bizim həyatımızda, yadımızda qaldı. Amma bizim müzəffər ordumuzun, zabitlərimizin, əskərlərimizin, insanlarımızın əməyi, zəhməti nəticəsində bu günlər qırmızı bir xoş bayram günlərinə artıq əvəzlənir. Mənfur düşmən özgə atına minərək müəyyən şirinləndirici bəyanatlara qulaq asaraq düşmənliyini bizə bu neçə illər ərzində göstərdi. Yaşadıqlarını bilirik, hamımız yaşadıq. Amma ta ki o günə qədər ki, artıq Azərbaycan insanı, ordusu, xalq olaraq bu zəfər təkcə müharibədə qələbəmiz yox, ordunun insanlarla birliyidir. 2020-ci ilin sentyabrın 20-sinə qədər, 27-sinə qədər davam etdi. Artıq həmin gün düşmənin təxribatı nəticəsində bizim ordumuz onlara layiqincə cavablar verdi. Bizim itirdiyimiz torpaqlar, ard-arda o strateji yüksəklikdə torpaqlarımız artıq bizim özümüzə qayıdırdı. Amma bu yolda buna qədər biz nələr itirdik, nələr qazanmışdıq. Bu da bizim bütün mığrı insanların əməyini, bütün Azərbaycan xalqının əməyini qeyd etmək yanaşı, bugün biz özümüz buraya yığışmışıq. Və mənim doğma Löv kəndimin insanları buradadır. Mən hər birinizlə fəxr edirəm. Bizim o kəndin kökündən olan insanlar, o kənddən digərgin düşən insanlar, bu yolda, bu zəfər yoluna qədər, zəfər yolunda öz əməyi olan insanların hamısına öz təşəkkürümüzü bildirmək bizim borcumuzdur. 1990-cı ildə 20 yanvarda atasını itirmiş oğul balamız Qalib bu gün buradadır. Bəxtiyarın ruhu şad olsun deyirəm. Öz övladını, ciyər parasını vətən yolunda itirən, öz cavan həyat Firəngiz ananın əllərindən öpüb qarşısına baş əyirəm, öz cavan həyat yoldaşını bitirib övladını dünyaya gətirən, amma bu övladını bizim çox əzizimiz Əhməd Məmmədovu bu vətənə layiqli xidmətdə böyüdən bir güllü bacımın qarşısına baş əyirəm. Hələ o evdə zabitlər, hərbiçilərin sayı çoxdur. Hacı müəllim də o sıradandır. Onun bugün 2 gənc balası daha yüksək nailiyyətlər əldə etmək üçün hər uğrunda vuruşur. Firəngiz anamızın qızı Göyçək bacımın övladı, oğul balası Sahil balamız bugün zabit kimi ordu sıralarında ləyaqətlə xidmət edir. Onun hətta kürəkəni. Və bizim İllər əvvəl Firəngiz xala bilməzdi ki, onun ürəyinə vurulan bala yarasını, o dərdi, onun qardaşının ciyər parası, bizim hamımızın əzizimiz Kamil müəllim yaşayacaq. Biz görüşlərimizdə Kamil müəllim dəfələrlə bizə təşəkkür bildirir. Bu təşəkkür sizindir Kamil müəllim. Bu zəfərin, bu qələbənin ünvanı sizlərsiniz. Biz sizə minnətdar oluruq. Siz can parçanızı, canınızdan çox deyil, çox sevdiyiniz hamımızın fəxri mürsəlinizi, balanızı bu vətən uğrunda qurban vermişsiniz. Bu zəfər sizindir. Zəfərimiz mübarək olsun. Bu zəfəri Azərbaycan qadını, kişisi qazandı, hamımız. 92-ci ildən bu tərəfə bizim qazilərimiz var, bütün hamısı, bizim həm doğmalarımız, həm əzizlərimiz, hamımız fərqi yoxdur. Lökün fəxri olan insanlar, hamımıza təşəkkür bildiririk. Siz sağlamlığınızı itirərək, siz övladlarınızdan, ailənizdən uzaqlaşaraq, o, bugünkü qələbədə zəhmətiniz oldu. O zəhmətinizi halal edin bizə. Düz o zamanki vaxta qədər görən, ordumuzda yaranan problemlərlə bağlı biz qələbə qazana bilmədiksə, amma sizin zəhmətiniz də danılmazdı. Bugün sağlamlığını itirən insanlar, biz sizə təşəkkür edirik, əziz qazilərimiz. Can sağlığı bilirik sizə. Bugün ordu sıralarında ləyaqətlə qüsursuz xidmət edən zabitlərimiz, sizlərlə mən fəxr edirəm. Löv kəndindən əsr olan Mətin Quliyevi və digərlərimizə, hamımıza təşəkkür bildiririk. Bu bizim zəfərimizdir, bu bizim qələbəmizdir. Əməyimiz, zəhmətimiz danılmazdır.
O zəfərimiz əbədi olsun və görsənən odur ki, bütün hamı danışırıq. 5 ildə artıq bu zəfəri qeyd edirik. Qazandığımız qələbələrin hansı ağrılardan, acılardan keçdiyini, Şuşanın fəth edilməsini, o yolsuzluq, o çətin şəraitlər, bizim milli ordumuzu, bizim Türk kişisini sarsıltmadı, qorxutmadı və həmin düşmənə öz layiqli cavabını verdi. O torpaq azadlığı qanla, canla qazandı. Qarabağ artıq azaddır. Vətən oğlu, vətən qızı onu azad etdi. 5 il öncə başlayan bu zəfər yürüyüşü bugün xalqımızın, bizlərin qürür mənbəyimizdir. Şəhidlərimizin xatirəsini dərin hörmətlə hər zaman yad edirik. Onlar hamımızın əzizidir, doğmamızdır. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə təşəkkür bildiririk. Sizin fədakarlığınız qarşısında biz fərq edirik. Bu zəfər, dediyim kimi, təkcə bir müharibənin deyil, bir millətin birliyinin, inamının, əzminin zəfəridir. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı qələbəni böyük sevinclə, qürurla qeyd edir. Qarabağ Azərbaycandır. Bu kəlmə artıq 5 ildir bizim dilimizdən düşmür. Zəfərimiz əbədidir, bu davam edəcək. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Biz namusu tapdanmış insanlarımızın, ana bacılarımızın qisasını döyüş meydanında almışıq. Bugün Əhmədin misalında, onun hərbiçi yaxınlarının misalında, onlar döyüş meydanında atasının qanını alıbdır, əzizlərinin qanını almış. Bax, biz bu sizlərin qarşısında baş əyiriksə təşəkkür bildiririk. Vətən o zaman ucalır ki, onun övladları torpağı, bayrağını, azadlığını qorumağa hazır olur. Bu səslə, bu duyğuyla bir daha hamılıqla deyirik. Zəfərin mübarək vətən, zəfərin mübarək Azərbaycan. Bir daha hamınıza təşəkkür edirəm. Hər birinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, bu zəfərdə haqqınız tanınmazdır, haqqınızı bizə həval edin. Bayrağımız mübarək olsun. Bizim 3 rəngli bayrağımız ucalarda dalğalansın. Allah dünyamızı salamat eləsin. Prezidentimizin sözü ötkəm olsun. Həmişə zirvələrdə vətənimizin ən yaxşı günlərini birlikdə yaşayaq, əzizlərim. Və ən böyük arzumudur ki, bu gözəl günlərimizi biz hamımız vətən həsrətliyik, öz dökümüzdə, öz mığrımızda, orada qeyd edək inşallah. Allah razı olsun, sizlərdən təşəkkür edirəm. Çok sağ olun, teşekkür ederim. Adres Kəndə Mana xanım, buyurun. Zəfərimizin 5-ci illərində bütün həmvətənlərimizi qoşuyor. Mən bugün burada əyləşmiş birinci növbədə şəhid atası, Yüksel Kazımovun atası Kamil müəllim salınırlar. Kamil müəllim, biz sizinlə deməli keçən il Yüksel şəhidimiz Yüksel Kazımovun 23 iyulda doğum günündə o tədbirdə iştirak etdik. Mən sizin onun mətanətinizə, sizin o vüqarınızla, həmçinin ailənizin o təmkininə heyran olun. Allah sizə can sağlığı versin. Ailənizə isə səbir arzulayın. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Mən Suraxanı rayonu 146 saylı Pamuk Orta Məktəbdə Azərbaycan dili və ədəbiyyatı öyrənmişdim. Bir gün məktəbimizin foyesində Suraxanı rayonu şəhidlərinə gözüm sataşdı. Baxdım ki, bu şəhidlər içərisində Mürsəl Kazımova həm şəhid Cəmilə xanım paylaşır və onun şəklini böyütdürdüm. Bir şeir də yazıb məktəbin foyesində girişində. Yəni, hər il demək olar ki, hər bir bayramlar, adi vaxtlarda da hamı Mürsəl Kazımovunu yad edir həmişə. Və bu yaxın illarda deməli sentyabr ayının
oktyabr ayının 29'unda rayonumuzun şəhidi Mübəddi kəndindən olan Rauf İbadovun anım günündə oldu. Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm, ailələrinə səbir diləyirəm. Bundan başqa şəhid ailələri ilə də görüşmüşəm dəfələrlə. Düzdür, çətindir şəhid ailələrlə görüşmək. Amma hər halda öz rayonum ümumiyyətlə Qərbi Azərbaycandan olan şəhid ailələri ilə daha çox görüşmüşəm. Mənə təsir edən bir şəhidlə, şəhid müəllim Rəşid Məmmədova, onun anası ilə görüşdüm. Evlərinin tək evladı idi. Nə qədər çətin idi. Ana yalnız qalıb, amma hər halda hər gün demək olar ki, məktəbdən gələn oğlunun yolunu gözləyir. Hələ də inanır ki, o süfrənin, o stolun başında oğlu əyləşir. Yenə inanıram ki, məktəbdən gələndə mənə deyəcək ama bir balıcı çay, bir susuzdan dodaqlarından. Və şəhidlərlə bağlı Zəngəzur yazarlarının Zəfər Çələngi adlı bir kitabda mənim 2 şəhidlərlə bağlı şeirim dərc olmuşdu. Və dünən 146 saylı tam orta məktəbdə Zəfər günü ilə bağlı, 6 noyabr Zəfər günü ilə bağlı Zəfərimizin 5-ci il dönümünə həsr olunmuş Zəfərə gedən yol adlı bir tədbir təşkil edəmişdir. Bu tədbirdə bütünlüklə öz şeirlərim və hekayələrdən ibarət şagirdlərimizin ifasında səsləndim. Yəni, mən sözümü orada da dedim, amma buna baxmayaraq, burada da çətinliklə də olsa demək istəyirəm ki, 8 noyabr qürur verici bir gündür. 8 tarixini ümumiyyətlə Azərbaycan xalqının tarixində bir istisna vardır. 1918-ci ildə ilk dəfə 28 mayda müstəqilliyimiz günündə ilk dəfə bayramımız davranmışdır Azərbaycan parlamenti üzərində. Və bu bayramın üzərində, gelimizdə, həm də bayramımızda ulduzun 8 düşəri olması, sonra 28 may günü yenidən 18 oktyabrda bərpa olunması və 18 oktyabrda 2020-ci ildə Xudafərin Köprüsü üzərində yenidən Azərbaycan bayrağının dalgalanması və 8 noyabr demək olar ki, tarixi qızıl hərflərlə həkk olunur. Bundan başqa, nə qədər 8 may bizim üçün utan verici, Şuşanın alınması günü utan verici bir hadisə olsa da, ancaq 8 noyabr bunu yenidən təzələnir. Bugün biz bütün şəhidlərimizin, torpaqlarımızın azıqlığı uğrunda canlar keçən şəhidlərimizin xatirəsini iftixarla yad edirik. O şəhidlər ki, bizə yol göstərən bir mayaq, el obamıza çıraq kimi işıqlandıran bir varlıq, elə bir varlıq ki, onlar heç vaxt bizim xatirəmizdən silinməyəcək. Və onların səbirli anaları, şəhid anaları, hətta o cənazəsini səbirsizliklə gözləyib, balamın nəşi tapılsın deyib qurban keçən anaları gördük. Bu savaşda biz evlatlarının nəşini toy xonçası ilə qarşılayan anaları gördük. Səbirli, müqavlı ataları gördük ki, o atalar hansı ki, baxmayaraq ki, içindən oğlanıb yansa da, amma özlərini təmkinli, müqavlı parmaq bacardılar. Bugün mən bütün şəhidlərin ruhları qarşısında baş əyirəm, məkanları cənnət olsun və ailələrinə səbəb edirəm. Demək istəyirəm ki, torpaqlarımızı qartarıb, özləri qayıtmayan olurlar, məkanı cənnət olsun. Zəfəri mübarək Azərbaycan. Sağ olun. Söz verir Cəmilə xanıma, Qazi Fuadisına. Buyurun Cəmilə xanım.
bütün zalda oturan döyüşçüləri, həmvətənlərimi ürəkdən salamlayıram. Zəfər günüdür. İstər 41-45-ci il, istər 1-ci Qarabağ döyüşləri olsun, istəyir 2-ci Qarabağ döyüşləri olsun. Hər bir döyüşdə şəhid verir vətən. Hara ki, torpağa şəhidin qana tökülürsə, o yoğrulmuş vətən olur. Bugün o qədər nurlu, gözəl bir salona yığışmışıq ki, mən buradan qürurla deyirəm, 2 hərbiçi dayının bacısı qızıyam. Səfərov Hilal Tahiroğlu, Səfərov Zöhrə Tahiroğlu'nun bacısı qızıyam. 2 hərbiçi polkovnik qardaşların bacısıyam. Babayev Yavər Qafaroğlu, Babayev İlqar Qafaroğlu. Bugün mən o qədər qürurla danışa bilərəm ki, mənim nəsil şəcarəmdə çox böyük hərbiçilər var. Hərbiçi ixtisası çox çətin ixtisasdır. Dağlarda, daşlarda, ailələrindən uzaq olurlar, evlərindən uzaq düşürlər. Soyuq yeməkləri olur, həmişə bu vaxtda gəzirlər. Demək olar, bizim nəslimizə də bu cür hərbiçilər düşür. Mən bugün qürurla bibim nəvəsi olan, sinəsində bugünkü günü döyüş medalı ilə oturan Quliyev Mətin müəllimi salamlayıram. Mətin müəllimin rəhmətli mərhum atası Ramiz Quliyevi bütün Mehri dərəsi tanıyırdı. Elə bugünkü gündə də Mətin müəllim dağlardadır, sərhədlərdədir. Axı vətən sərhədlərdən başlayır. Sərhədlərimizi də qoruyan bu cür oğullar oldu. 44 günlük müharibədə mən çox şəhid ailələri haqqında yazdım. Başda Mürsəl müəllimin, Kazımlı Mürsəlin atası Kamil müəllimcildən əlaqə saxladım. Heç vallahi tanımırdım. Hətta bizim qan qohumluğumuz varmış. Mən heç tanımırdım. Həmişə yazanda da fikirləşirdim. Şəhidlik çox ağır zirvədir. Hərdən fikirləşirəm ki, nəsə yazım. Nədən yazım? Tabutunu, cənazəsini çiyinlərində daşıyan ağbirçək analardan mı yazım? Gəlinlik paltarını toz başmış, nişanlı qalan qızlardan mı yazım? Hələ ana bətnində olan, sonradan atasını qaradaşlardan tanıyan övladlardan mı yazım? Bilirsiniz necə çətindir, amma şərəflidir. 44 günlük müharibə fikir verin, 4-4-ə bölünür. 44 günlük müharibədə oğullarımız getdi. 3000 oğlumuz getdi. Bəylik libası geyməyən oğullarımız getdi. Bayrağa bölünüb gəldilər. Ruhları şad olsun. Bugün qürurla deyirik, Ali Baş Komandamızın o güclü yumruğu əsasında sanki Azərbaycan xəritəsinin bir qolu düşmüşdü. Bax, o 3000'lik oğulların hesabına o xəritənin Qartalın bir qolu bütövləşdi. Bu qolu bütövləşdirən oğullarımız oldu. 3000'lik evə od düşdü, alov düşdü. Amma qələbə qazanıldı. Mən bu qələbə münasibəti ilə, başda öz doğmalarım olmaq münasibəti ilə bütün şəhid ailələrinin, valideynlərini təbrik edirəm. Kamil müəllim, bu zəfərin %100% sizlərə düşür. Axı sizlərin ciyər parasının hesabına bugün bu torpaqlar alındı. Qələbəniz mübarək, əziz döyüşçülər. Sizin rifahınız mübarək. Bilirsiniz niyə? Sizlər olmasaydınız bu qələbə alınmayacaqdı. Sanki bir erməni ləkəsi yapışmışdı Azərbaycanın alnına. Bax, o ləkəni sildiniz. Sizlərin ruhu şad olsun, şəhidlərimizə ruhu hesabına oldu bu qələbələrimiz. Mən həmişə deyirəm, Ali Baş Komandamızın və ya hörmətli Fikrət müəllimin demək olar, Mehri icmasının əsasında bu cür gözəl tədbirlərin keçirilməli. Həm Döv kəndinin, həm də Aldərə kəndinin icma sədrlərinə çox sağ ol deyirəm ki, bugünkü gündə bizə söz verdiniz. Bugünkü gündə bu gözəl bir məkanda hamımız yığılmışıq. Bugünkü gündə Hacı müəllim hamı öz arzusunu, öz diləyini deyir. Sizin özünüz də hərbiçisiniz. Hərbiçi həyatı
yenə də deyirəm, çətin həyatdır. Hamımıza sağ ol deyirəm. Allah Taala Leyfazdan da demək olar ki, qazilərimiz bizim çoxdur. 1-ci Qarabağ hadisələrində. Demək olar ki, mənim öz sinif yoldaşım olan Eylaz Orucov da 1-ci Qarabağ hadisəsində şəhid olubdu. İstəyir 1-ci Qarabağ, istəyir 2-ci Qarabağ, qazilərimizə Allah Taala ömür versin. Onlar yarımcan gəldilər. Onlar demək olar ki, bütün sağlamlıqlarını itiriblər. Şəhid ailələri, istəyir qazi ailələri, istəyir əskər ailələri, hamınız var olun. Bugün vətən yaşayırsa, bugün sizin kimi oğulların hesabına bu vətənin sərhədləri qorunur. Çox böyük, həmişə Fikrət müəllim də təsdiqləyə bilər. Mən çıxışlarımda deyirdim ki, elə bir qatar gələcək, zəfər qatarı. O zəfər qatarı bizi Zəngəzura aparacaq, torpaqlarımıza aparacaqdır. Bax, o tezliklə olacaqdır. Onda şəhidlərin ruhu lap çox şad olacaqdır. Bilirsiniz niyə? Axı biz vətənimizə qayıdacaq. Sağ olun. Söz verilir şahit övladı Məhəmməd Sabir Əhməd. Buyurun. Ərvaqsız xeyir olsun. Mən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yeni Sayılı Hərbi Hissəsinin hərbi qulluqçusu, 44 Cümhuriyyət müharibəsinin iştirakçısı Müharib Məhəmməd Əbdülrəhmət Muradov. Hamımızı xoş gördük, hamımızın bayramını təbrik edirəm. Çox sağ olun ki, belə bir tədbirə mənə dəvət edirsiniz, belə bir tədbirdə sizin üçün məni söyləyinirsiniz. Ulu Öndər Heydər 1971-ci ildə təməl qoyduğu Cəmşin Aslan Nəhəmdə liseye daxil olarkən, 2007-ci ildə həmin liseye daxil olmuşam. Daxil olarkən Məmmədovlar ailəsinə, sevdiklərimə, əzizlərimə qisas almaq ümidi ilə formanı geyinib daşıyacağımı söz etmişəm. 2020-ci ildə 44 günlük vətən müharibəsində bu sözümün üzərində durdum və şəhidlərimizin qisasını aldım. Bu zəfər bayramı deyəndə yanına qisas günü də demək olar, artırmaq istəyirəm. Bu 1-ci Qarabağ müharibəsində olan şəhidlərimiz, Ocalı şəhidlərimiz, 2016-cı ildə aprel döyüşlərində olan şəhidlərimiz, Tovuz şəhidlərimiz və 44 günlük müharibədə olan şəhidlərimiz, qardaşlarımızı demək istəyirəm. 30 il həsrətində olduğumuz, işğalda olan torpaqlarımızda hal-hazırda Azərbaycan bayrağı dalgalanır. Bu şəhidlərimizin, qazilərimizin sayəsindədir. Bu zəfər bayramı tək hərbi qulluqçuların deyil, xalqımızın, millətimizin, dövlətimizin bayramıdır, əziyyətidir. İnşallah Ali Başkomandanımızın rəhbərliyi altında Dədəbaba yurdumuz olan Zəngəzur torpaqlarında, Mehri rayonunda Azərbaycan Respublikasının şanlı, üstəngli bayrağı dalğalanacaqdır. Diqqətiniz üçün minnətdaram. Çox sağ olun. Söz verilir Qazi xanımı Ayazanlı. Hər vaxtınız xeyir olsun, hamı salamlayıram. Hər kəsi zəfər günü münasibətilə təbrik edirəm. Bu təbrik hər kəsə düşür. Qeyd edim ki, bu gün sadəcə bizim üçün zəfər günü deyil, eyni zamanda bir qürur günüdür, qeyri-qayıdış günüdür və dualarımızın cücəlib bitdiyi bir gündür. Və burada sadəcə bir Azərbaycan xanımı və yaxud da bir vətəndaş kimi dayanmamışam. Mən eyni zamanda müharibənin səssiz iştirakçılarından biri olmuşam. Qeyd edim ki, yoldaşım, qardaşım, eyni zamanda ailəmin ən yaxın fərdləri müharibədə silahla döyüşdüyü bir zaman mən sakitcə döyüşmüşəm, dualarımla, səbrimlə döyüşmüşəm. Bəli, həmin hərbiçilər, şəhidlər, qazilərimiz vasitəsilə torpaqlarımız geri alındı və 30 illik müharibənin səsi kəsildi. Amma sədası kəsilmədi. Hələ də qulaqlarımızda sədası əks olunur. Hər hansı bir musiqi dinləyəndə, bir şeir eşidəndə, hər hansı bir şəhidin adına uyğun bir ad duyanda biz həmin 44 günlük müharibəni yenidən yaşayırıq. Yenidən gözümüzün önündə həmin kadrlar canlanır. Unutmadıq, unutmuruq, unutturmarıq da nə vaxta qədər ki Azərbaycanın üç rəngli bayrağı dalgalanacaq,
nə vaxta qədər ki, biz öz övladlarımızın dilinə vətən sözünü öyrədəcəyik və öz qanımızda axan milliliyimizi öz gələcək nəsillərimizə çatdıracağıq, nə şəhidlərimiz unudulacaq, nə çəkdiyimiz əziyyətlər unudulacaq, nə də şəhidlərimizin çox kövrək bir məqamdır. Hələ də əlafsus da Əhmədin çıxışından sonra belə bir vasitəni üstələndiyim üçün çox kövrəlirəm. Mən düşdüyüm ailədə hal-hazırda 3 şəhid var. İkisi 90-cı illərin şəhididir və bir şəhiddə 44 günlük müharibədə vətənimiz uğrunda öz canından keçib. Hər kəsə bir daha təbrik edirəm bu bayram münasibəti ilə. Şəhidlərimizin qanı yerdə qalmadı və bu qisas sonuna qədər alındı. Hər kəsə təşəkkür ederim. Değerli tədbir iştirakçıları, mən bunu demək istəyirəm. Arxa sırada əyləşən hamısını sağ-sağ diqqətlə baxsaq görərsiniz ki, qabaqda əyləşən gənclərdir və hamısı tərlər oldu. Mən müəllim arxada əyləşən ondan səfər o qazilərin birincisidir. Mən sizə söz verirəm, özümə qürur duyuram, boş bilirəm, Türkçə dəvət edirəm, buyurun. Bu ailədən xeyli sayıda, Allah rəhmət eləsin. Bizim ən sevdiyimiz bizim kəndlik, Rabiti, İraq Səfərov Tayiroğlu aramızda yoxsa, amma aramızda olmasa da bu bizim köşkümüzdə, əzəmizdə. Buyurun. Anamı salam deyirəm. Mən sənə etmək istəmirdim. Ona görə ki, bir olduğu şəhidi burada görürsünüz. Bir olduğu yerində görürsünüz. Mən onları çox görmüşəm. Yayda belədir ki, güllə dəyir, yıxılırsa qan yerə də axır gedir, hiss eləmirsən. Qış belədir ki, bir damcı düşəndə bir kvadrat yeri götürür. Əskər də elə zənn edir ki, əgər bu afserdirsə, buna güllə dəyməz. Ha, yalvarsan da ki, 25 metr aralı gedin, yenə də xeyri yoxdur. Mən birincisi rayondan olan şəhidlərin, valideynlərin qarşısında baş edirəm. Ona görə ki, mən bunları çox görmüşəm. Amma da mənim atam da tanıyır. 86 yaşında burada düşüşdən qaldır. Mən səhəmi 8 günə hamısını itirmişəm, saçma ağartmışam. Ancaq o şəhidlərə, o qanını görəndə, akşam sənin qabağına çay qoyur. Səhər isə o rəhmətə gedir, gözünün qabağında ona sənin gücün çarpmır götürərsən. Onları demək və çatdırmaq çox çətindir. Çox çətindir. Mən bütün şəhidlərin və Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, albaş komandanımıza Allah uzun ömür versin, canın sağ eləsin ki, alnımıza vurulan damlarını götürədir. Mən danışam. Çox sağ olun. Değerli tədbir iştirakçıları, biz çalışdık ki, ölkədən atası olsun, anası olsun, fark etməkdir. Kəndə kimsə varsa, başqa kəndlərdə də biz onları dəvət edərik tədbirə. Bu
tədbir nə qədər hamı səki danışmalı. Həm də nasıl görürsün. Görəbəm hansı bir vəziyyətdə çıxışlardır. Hamı içində bir sanki yanğı olar. Amma o yanğı zəfərlə qazanır. Nə qədər biz adısaq da, nə qədər içimiz öyrənsə də, amma Azərbaycan öz zəfərinə baxır. Bizim hamımız bugün qürurlu yox. Baxır, öz xalqımız var, hamı bizim bir tərəfində kədər var, bir tərəfində gülüş var. Bu çətinlik ən böyükdür yaşayan ailədə birlikdir. Amma bunlara baxmayaraq, biz məğdur dayandır, şəhətlərimiz oldu. Allah məkanlarını rəhmət eləsin. Allah bütün şəhidlərin valideynlərindən, doğmalarına səbr versin. Bir odur ki, 40 min evlad gözü yaşlı qalır. Bir də şey olur ki, 40 min evlad daha gözü yaşlı qalmır. 40 min valideyn, 80 min valideyn gözü yaşatmır. Bu zəfər tamamladım. Mənim arzum odur ki, bir də qanlar olmasın, savaşlar olmasın. O gözü yaşlanalar, atalar, göz yaşlı şöbbələr böyüməsinlər. Hamımızı bağına basıram, bu zəfər bayramını hamı təbrik edirəm. Hamımıza da təşəkkür bilirəm ki, bizim dəvətimizdə qalxır, tədbirə gəlmişsiniz. İndi isə icazə verin ki, biz hədiyyələr almış qazilərimizdən, şəhid ailərimizdən onları təqdim edik. Ola sənət gedişlərinə söz söyləyiniz. Təqdim edin, təbrik edin. Təbrik edin. Görüşləriniz təbrik. Bugün bir təbrik edin, şəhid ailəsi təbrik edin. Xanımdan buyurun. Mən dəvət etdikdən xariş edən hədiyyə həqiqlərini yaxlayacaq. Buna bakalım. Buna bakalım. Rahat xanım buyurun. Mənim müşahinət yollar şəhidlər arası. Buna bakalım. Gülü xanım. Məhəmməd Muradın xanımı. Şəhidin buyurun. Buna bakalım. Qalib Bəxtiyarov. 20 yanvar şəhid oldu. Buna bakalım, buna bakalım. Buna bakalım. Səfərov Hilal Tayırov. Siz gəlməyiz. Sonra mənim öz yeri var, sizin də İran mənim əvəzinə. Yox, mən təqdim edəcəm. Biz narahat olmayın. Bunlar hamısı dəvət olunur. Ne buna bakalım mı? Buna bakalım. Biz dəvət eləmişik, mənim doğma xalam oğlu, rəhmətli Hilal Səfərovun qardaşı qızın. Ən son zamanda onlar gördüm, mən görə bilmədim. Amma biz onu heç vaxt xatirəsi unutmadıq. Bizim daim qəlbimizdədir. Azərbaycanın ən dəyərli oğullarının biri zamanında Belarusiyada öz bir vəzifə sahibi. Onlara baxmayaraq o işin atdı orada. Azərbaycanın torpaq ərazi bütövlüsünü qatıldı. Brigada komandiri vəzifəsi qədər xidmət etdi, polkovnik rütbəsində. Allah məkanı cənnət eləsin. Onun zəhməti Azərbaycanın quruluşunda böyükdür. Onun tələbələri mənəm, İlqardır, Yavərdir, çoxdur. Siz, bu atamın ən yaxın dostu, ən yaxın toxumuydu. Allah məkanı cənnət eləsin.
Mən özümə qürur duyuram ki, onu təqdim edim qardaşının övladına. Qoy onu bir xatirə kimi saxlasınlar ki, röşürlər heç vaxt, heç bir şəhidi, qazini unutmur. Buyurun. Ben təbrik edirəm. Allah ömrü versin. Yaşlı kişinin qardaşı. Sağ olun. Bir də bura baxalım. Sağ olun. Zahid Əhmədov Rəsuloğlu. Təbrik edirəm. Allah sizin ölkəmdən sağlıq versin. Babel Zülfüqar İldirimoğlu buyursun. Xanım zəhmət olmasa, 2 dəfə bura gələcəksiniz. Dəyərli sədri iştirakçılar, Venera xanımın həm qardaşı 1-ci Qarabağ Savaşının iştirakçıdır Zülfüqar Babayev. Bugün xəstə olduğuna görə və sağlam iştirak edə bilmir. Və oğlu da Tural Abbaslı, xanım bizim kəndlimizdir. Atası Şamatlı olsa da... Yox, atası... Qarar olsun bizimdir o. Qarabağlıdır. Bəli. O Qarabağ torpağında, o da Qarabağ qazisi için Qarabağ qatıldı. Təbrik edirik hər ikisi. Çox sağ olun. Abidin Nəsibi Süleymanoğlu. 1-ci Qarabağ. Sağ olun. Təbrik edirəm. Bura baxaq. Qarabağ qazisi Sabir Əhmədov Rəsuloğlu. Sabir Əhmədov. Gəldik. Kimi? Sabir Əhmədov. Sabir Bu bizim Zahid müəllimin qardaşı Sabir müəllim Daxili İşlər Nazirliyinə xidmət edən zaman Qarabağ Savaşı qatıldı. Çox şücaətinə, şərəfinə, vətən torpaqlarının müdafiəsinə qatıldı. Mənim altında gözəl gecələrim var. Özü dünyasındakı Allah məkanı cənnət eləsin. Oğlum dəvət eləmiş, gələ bilməyib dünyaya səbəblərdən bizə təqdim edirik. Allah məkanı cənnət eləsin. Qarabağ qazisi Səfərov Söhrab Tahiroğlu. Təqdim olundu. Olundu. Təqdim etmək üçün Anna xanıma xahiş edirik. Hədiyyələr təqdim etsin. Atayıb Hasan. Əlamoğlu. Əlamoğlu. Bir də bura baxaq. Hasanov Sadıq'ın ben buyurun. Hasanov Sadık iştirak edə bilməyibdi, əmsi oğluna təqdim eləsin. O da 1-ci Qarabağ Savaşının qazisidir. Hasanov şahid edilsin. Bura baxaq. Bu bir nəfər də var. Hasanov da o Qarabağ qazisi. Hayır, 2 dənə təqdim edilsin. Şahid edilsin. Şahid edilsin. Bir dairesi bir bazı olur. Bir de Şahin, Esenler Şahin kardeşi. Ben değerli dostum, Zavadı Vali, buyurun. Ben bir bazı bilgi vereceğim. Zavadı Vali 1-ci Qarabağ Savaşının en sert arazilerinde oldu. Beden bir qismi o itirdi, buna baxmayaraq həmişə məğrur dayandı. Sənin möhkəmdən sağlayır, sağlayır. Bura baxaq. Zavadı Vali, buyurun. Doktor, buyurun. Kəhçilərin çoxu tanınır. Mən 50 kəhçidən çıxmışım. Kim tanınır, təqdim edin. Takip eden balıkları gözüm hakkında. Bura baxaq.
Mən Qarabağ döyüş, 1-ci Qarabağ müharibəsi dövründə 4 il en sayılı hərbi hissədə tibb məntəqəsinin həkim olmuşam, aparıcı həkim olmuşam. Nəsim Abdinov mənlə bir yerdə qulluq edir, 2 il oldu mənlə oldu, ondan sonra mən 2 il qulluq etmişim. Demək olar ki, bir polkun tibb xidmətini mən özüm bütün çiyinlərimdə aparmışım. Məndən heç bir yerdə olmuyor. Sonra da mən 97-8-ci ildə tərxis olmuşum. Təcil yardım stansiyasında müdür vəzifəsində işləmişəm. Yaxınlarda da təqaüdə göndərilmişəm. Mən sizin kətçiyim. Allah size bir versin. Çok sağ olun. Hüseyin Okşener, Alasamoğlu. Buyurun. Bravo. Haşimovları Məhərrəmov. Həsənov Şahir. Yerinde təyid oldu. Rəhimov Zaman. Siz gelmediniz zahmet olmasın. Yanan gel. 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 Hoş geldiniz. Keçin, hoş geldiniz. Teşekkür ederim. Randevu'a gelin, randevu'a gelin. Bize tavalı gelelim. Bize atıcı söyler ya. Azim oğlum da ya bir de. Yok, bir de gel. Bir de gel. Bir de gel. Babaya İcran Geysoğlu. Hangi buradaydı? Buradaydı, çağırdılar. Yok. Saat vermiş. Olmadı ha. Zaydman buyurun Zaydman. Temsili zenginedir. Ben isterim ortada bir değişiklik olsun. Bizim İcmada böyük əziyyəti olan Bərəman müəllim. Xahiş edirəm, mən özümün o şəxsini təqdim edəcəm. Buyurun, saat vermiş. Hamı bilir ki, Bərəman müəllimin bu icmanın inkişafında İşrət müəllimindən bizlə bərabər çiyin-çiyinə 3 gündən bir yerdədir. Bərəman müəllim uzun zaman 8 ilə yaxın bu səngər həyatı yaşayıb. 1-ci Qarabağ Savaşına tələb olan zaman qatılıbdı. Bir də 8 ildə bütün gəncliyin, cavanlığın, bu vətənin, bu bayrağın partisat edən git qardaşlardan biridir. Mən özümə borc bilirəm ki, Lök icması adından, Lök cəmaat adından Bərəman müəllim bu gözəl bayramla bağlı. Bir şey deyim. Buna möhkəm can sağlardı. Bravo ha. Cəmlə xanım, zəhmət olmasın. Çok üzr istəyirəm. Öncə Şəkət müəllim sizə Lök icmasının sədri, Əvdərə icmasının sədri, sakinlərinə böyük minnətdarımı bildirirəm ki, vaxt ayırıb gəlmişik bura. Və bu bizim böyük bir bayramımızdır. Elə günlər var ki, doğrudan da bir millətin, bir dövlətin tarixində bir oyanış dövrü olur. Böyük bir inkişaf dövrü. Bu Zəfər bayramı da o günlərdən biridir. Bu hədiyyə də təkcə mənə verilən dəyərdir. Bu mığrıların, silahdaşlarımızın, belə deyək, mığrı silahdaşlarımızın bizə verdiyi hədiyyədir. Böyük minnətdarım sizə. Cəmlə xanımın anası bizim doğma babamın xalatı qızı, doğmaca. Halısıydı sən, nəyindi? Mənim canım ciyərimdir. Mən sizə bu hədiyyəni, Qabarın hədiyyəsini təqdim etməkdən qürur duyuram. Nazım müəllimizə də vermirəm belə bu işlərə. Vüqar müəllim hədiyyəsini verir sizə. Bu da 1-ci Qarabağ Savaşı'nın.
Bunların hər ikisinin anası bizim kəndlidir. Cəmra baxın. Mən bircə kəlmə demək Buyurun, istəyirəm. Mən bircə kəlmə demək istəyirəm ki, bir dəstə gül kiçik bir hədiyyələrin olmağına baxmayaraq, şəhidlərimiz, döyüşçülərimiz bütün vətənimizi bizə hədiyyə veriblər. Bunlara bir alqış düşür. Lakin gəlmə səni təbrik edeyim. Qalanların hamıdan təbrik edirəm. Sən mənim ən dəyərli zabitlərimin olmuşsan, ən dəyərli. Sən bir mən səni hamıdan qoşun üstün tutmuşam. Hər zaman sənin arxanda, hər zaman dayanmışam. Nə qədər ömrüm var, o polkovnikin, bizim üzərində haqqın biz heç vaxt unutmarıq. Allah məşanı cənnət eləsin. Ramiz müəllimin hər zaman mən öz maqsad qalb böyük bilmişəm. O necə mənə qayğı göstərib, mən o qayğını sənə göstərmişəm və ta ömrümün sonu göstərəcəyəm. Bu döşündə daşıdığın sənə halal olsun. Bura baxaq. Bura baxaq. İki kəlmə deyərdin sən, xahiş edirəm. Mən sənə kürsüyə çıxartmaq istəyirəm, sən deməsin ona görə. Deyərdin, xahiş edirəm. Mətin çox dəyərli bir sərhəd qoşunlarında dəst xəttli olan bir dəyərli zabitdir. Olubdur. Heç zaman hadı söz işlətməyibdir. Heç zaman mən bundan sən söz eşitməmişəm. Üstəlik intellekt səviyyəsi həmişə onu qoruyub. Biz ziyalı soyundan, biz ziyalı kökündən. Allah bunlara rəhmət eləsin. Çox sağ ol, qatılmışsan təbirə. Sədət bənim, buyur Sədət bənim. Məmmədzadə Əhməd Muradoğlu. Əhmədi uzaqlayıb qudam olmasa. Burada işləyirəm, olsam bana. Biraz bayrağa yaxın duraq, zəhmət olmasa. Bayaqdan çox aramışdır. Borcum sana başında. Zəhmət olmuşsun. Babayev Cavid Qadiroğlu. Sen git bana. Allah seversin. Bura baxaq. Baxşiyev İzzət Rahimoğlu. Həm dəyərli olsun. Buyur. Bura baxaq. Mehmet ben buyurun. Peki. Kuliyev Vasıl Nəsibov. Bu içimizde en gençlerden biridir. Özməli. Bura baxaq. Mehriban xanım. Meyve xana gətirin. Mehriban xanım bizden görürsün. Ben daha sonra Mehriban xanım. Yok bir kez. Onu da vereyim. Vasıf bak. Vasıf bak. Gelene göre. Size birden görüşüyoruz. Mehmet buyurun Mehmet. Mehmet'i sahibi kanunu, Ayaz Han buyurun.
Rahimov buyurun Rahimov. Kenan, iki Kenan'ın bir əmisi bir atası, düzdür mü? İkiden hediye verəcəksin. Biri Rasim'in oğlu iştirak edə bir. Hem ki Rasim, hem Bura baxalım. Bura baxaq. Bizim değerli həkimimiz, açıq həkim, buyurun. Değerli tədbir iştirakçıları, biz lök idmansı olarak çalıştık ki, hədiyəmiz kiçik də olsa, qazilərimizi unutmayaq, şəhidlərimizi unutmayaq. Hər şeyi sayğı ilə kimi tanımışıq, kimi bir şey ki, bu Qarabağ var iştirakçısı, uğurlar, savaşlara qatılıblar, onlar hansını dəvət edilmişik. Bizim unutduğumuz gecənin içərisində aşıq oturur, bilməmiş ki, mən qatqasını düzdürəm ki, mənim səhvimdə ilgə qədər bilməmişəm, bilməliydim. Nə olur ki, unutmuşam. Unutulan var mı? Değerli qaziler, biz bir rəsmi hissəni bitirməkdir. Xahiş edirəm, kimin sözü varsa, ürək sözü varsa, bizim zamanımız var, dinləməyə hazırıq. Özləşir, biz sizə borçluyuq, hamı sizə borçluyuq ki, siz bu zəfəri bizə yaşadın. Söz sizindir, kim ürək sözü varsa, buyursun. Sərbəst buyurun, iştirak edirlər. Bizim adından Arifə xanım daim bizim adı iştirak edir. Bugün gün 10 yıllardır biraz çətin durumdadır. Bizim adından bir kömək qərar almışıq. Bayram günündə. Kimdir? Təqdim edərsiniz. Kim? Arifə xanım var orada. Ertan Əzəli siz ötlərim. Kimin ədiyyət təqdim olmuş, mütləq ünvanı saxib təqdim olunuzda, əgər qüsurlarınız varsa, mən hamımızın işləm baxışlayım. Son sözü Şəhət müəllimədir. Sözü Şəhət müəllimə. İşləyir. Əziz vətənlər, əziz ellərimiz, mən əziz ellərimiz, öpürlər, əldərəllər, mağdurlar, bir daha sizə minnətdarlıq bildirirəm ki, bizim çağrışımıza işitib, tədbirdə iştirak edirsiniz. Mən iki məsələ haqqında sözlər təşkil edilmək istəyirəm və sonra orada nəsə təşkil olunub, hamını çay süfrəsinə dəvət edirəm. Demək, zaman elə gətirdi ki, Qərb Azərbaycana qayıdış məsələsi reallaşır bilinsən. Mən axşam televizya kanalından işləyim ki, Paşinyan deyib ki, necə ki, ermənilər sərbəst gedə bilər Azərbaycana, Qərb Azərbaycanlarında, yəni Azərbaycanlarında başqa gəlməyin, Ermənistana gəlməyin, mən onu bilirəm. Yəni, bu çıxdarın çoxdur. Çünki hamı bilirsiniz ki, onlara Cənab Prezident yolu istəyirdi, artıq Rusiyadan bir də Qazaxıstandan taxıl. Bugün deyəsən çıxdı Ermənistana çox böyük bir atlamadır Cənab Prezident tərəfindən, humanist atlamadır. Və bir də belə baxanda xəritədə baxırsan keçmədilər. Ancaq bir gün dünya xristiyanları arxalarında durur. Ona görə yəni bu yumuşalma çox böyük hadisədir. Bizim
Qərb Azərbaycanda var, qayıdış məsələsi görürüm. Mən bir dənə hamıdan xahiş edirəm, öz bildikləri, tanıdıqları, eşitdikləri bu adamlarla, bizim bu mığırlılarla deyiləyək ki, mən orada çox eşidirəm, ondan küçük, ondan deyil. İndi həmin dövrü deyil. Özü də Cənab Prezidentin, mən dəqiq bilirəm, onu deyirəm. Mığırlıların çox böyük simpatiyası var. Bizim əgər dönüş olsa, yəqin ki, ilk dönəm mığırlılar olacaq. Allah'ın bilməkdir. Ona görə hamıdan xahiş edirəm. Mən bir Asakal tanıyırdım. Onun 107 yaş vardı. Bir məclisdə söhbət edirdi. O döndü cəmaata deyəcək ki, nə oldu müvəddlər, gəlmə onun kişinin, onu da oraya qalib gedəndən sonra həm məsələlərə bir də baxarım. İndi bu elə yer deyil ki, bizim öz torpağımıza qaydana qədər gərək deyil. Çünki bilirsiniz, bu danışıqlardır, sözdür, bir-birinə hədyandır, yəni onu məhkəməyə verir, onu məhkəməyə verir, sən bulan şeylədir, mən bulan şeylədir, bu yaramaz. Çünki indi bütün, mən sizə açıq deyirəm, bütün Azərbaycan gözü bu saat Mağdadır. Çünki həmin dəhlizdir. Nə bilim, Qazaqdan getdi, Ulandan getdi, onlar hamısı mən o şey deyil, ancaq hər halda göz Mağdadır. Ona görə hamıdan xahiş edirəm. Dostlarınıza, tanışlarınıza, bütün istədiklərimizə, hər kimi satan adamlar deyir ki, birliyimiz bu saat çox lazım. Çünki bizim birliyimiz, orada deyil, orada cəmaatı qəhrəmandır, orada müvəddizlər götürülür, bir-biri verir məhkəməyə. Bu indi yaramaz, belə şey yaramaz. Ona görə hamıdan xahiş edirəm, bu məsələni gündəliyə gətirək. Və saxtalarımız var, diyarlarımız var. Bu məsələlərdə ehtiyatlı olun, çox ehtiyatlı olun. İkinci məsələ, o günü Cənab Prezident bir seçimlərdə Milli Eğitim Akademiyasının yubileyində çıxışlar, bir məsələsinə üstü toplundu. Orada bir məsələ dedik, məişət dili çevirirlər Azərbaycan dili. Əgər dili olmayan bir dövlətin, onun dövlətçilik demək haqqı yoxdur. Azərbaycanda hamımız bilirsiniz, Azərbaycan dilinin üstü diqqətlə olunur. Ancaq, misal üçün, dedi, elə bölgələr var ki, Azərbaycan nəzərdə tutmadı Cənab Prezident. Elə bölgələr var ki, orada dil məişət dilinə çevrilir. Onu Cənab Azərbaycan hesab elədi. Doğrudan da nə dövlətdə, nə təsirdə heç bir Azərbaycan dilinin yolu yoxdur. Ancaq 40 milyonluğun dili yoxdur. 45 milyonluğun dili yoxdur. Bunu mən nəyə gətirirəm? Yəni, növbəti hədəf yəqin ki, Qərb Azərbaycan, sonra Cənub Azərbaycan, yəqin ki, bizim deyil, özləri yəqin ki, bu məsələyə özləri baxacaq. Çünki Cənub Azərbaycan elə belə baxmayın onlara. Çünki 1905-ci ildə Səttarxan hərəkatı oldu. 1920-ci ildə Şeyh Əhməd Xiyabanı hərəkatı oldu. 1945-ci ildə müstəqil Azərbaycan dövləti oldu. 2 il. Yəni, oraya elə belə söhbət deyil. Orada mən hesab edirəm, yəqin ki, yaxın zamanlarda məsələləri özləri ayrıca baxacaq. Yəni, bu baxımdan bizim Azərbaycan kimi, bu Azərbaycan bizim üçün daxil. Dünyada 60 milyonluq Azərbaycan dövləti Allah'ın köməkliyindən yaranacaq. Və ona görə hamımızı dəvət edirəm birliyimizə, möhkəmlənməyimizə, dövlətin arxasında durmağımıza, Cənab Prezidentin siyasətinin arxasında durmaq, hamımızı səsləyirəm. Bir də hamımızı bayram münasibətdə səmimi gətirməkləri şeylərim, can sağ olaraq.